Sığorta tarixçəsi qəzasız olan sürücülərə 5% endirim, sığorta tarixçəsində qəza olanlara 30% əlavə məbləğ hesablanacaq. Bugündən etibarən ölkədə yeni sığorta qaydaları qüvvəyə minib. Qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla, bonus-malus sinifinə görə əmsal isə sığorta tarixçəsi ilə əvəz olunub. Yeni sistemə görə sürücünün və ya nəqliyyat vasitəsinin sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsinin əmsalı minimum 0.60, maksimum isə 3 səviyyədə müəyyən ediləcək. Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 9 aydan artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törənməyən şəxslərə hər dəfə 5% güzəşt tətbiq ediləcək. Məsələn, bu il vətəndaş 100 manata sığorta haqqı ödəyib, illik avtomobil icbari sığorta edibdirsə, il ərzində bir hadisə olacaqsa, o zaman 30% üzərinə gələcək. Yəni 130 manat növbəti dəfə ödəniş edəcək. Bu, hər hadisəyə görə 30%-dir. Köhnə qaydalar belə idi ki, məsələn, sığorta müqaviləsi mənim adıma olurdusa, hadisəni törədən şəxs kimliyindən asılı olmayaraq, sığorta tarixçəsi, yəni zərərli əmsalı mənim fin koduma hesablanırdı. Amma yeni qaydalarda sığorta müqaviləsi mənim adıma olsa belə, hadisəni törədən sürücü kim olacaqsa, məhz zərərli tarixçəsi əmsal olaraq həmin sürücünün fin koduna hesablanacaq. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov isə hesab edir ki, bu dəyişiklikdən sonra sığorta haqqı və sığorta ödənişinə də yenidən baxılmalıdır. Bunun üçün qanunda dəyişiklik edilməlidir. Həm sığorta haqqına, həm sığorta məbləğinə mütləq şəkildə baxılmalıdır. Dediyim kimi, sığorta haqqında qanun 2011-ci ildə tənzimlənəndən sonra sığorta haqqları da və sığorta məbləği də həmin dövr üçün nəzərdə tutulub hesablanmışdır və artıq belə deyək, 15 il keçib həmin tənzimləmədən həm qlobal bahalaşma, həm ölkəmiz həmin prosesdən sonra 2 devalvasiya keçirib, ehtiyat hissələrinin qalxmağı, təmir xərclərinin yüksək olması bu gün dəlalət edir ki, həmin o 5000 manat olan maddi zərərlə bağlı yenidən bir qanunda dəyişiklik olsun və bu maddi zərərin də məbləği yüksəldirsin. Bugündən qüvvəyə minən yeni qaydalara görə yol nəqliyyat hadisəsi zamanı sükan arxasında olan sürücünün sığorta keçmişi korlanacaq. Əvvəllər isə sığorta müqaviləsi kimin adına idisə, həmin şəxsin sığorta tarixçəsi korlanmaqla ödəniş də çox olurdu. Dəyişikliklərdən biri də odur ki, belə deyək, əvvəl bir nəqliyyat vasitəsinə görə mülkiyyətçi və bir neçə etibarnamə ilə idarə edən sürücülər olsa belə, sığorta haqqı, sığorta müqaviləsi rəsmiləşdirəndə daha az kimin adına sığorta haqqı göstərirdisə, vətəndaşlarımız əksər vaxt onların adına sığortanı rəsmiləşdirirdilər. Ancaq yeni dəyişiklikdən sonra ən yüksək bonus-malus əmsalı, yəni hadisə tarixçəsi ən yüksək kimdirsə, belə deyək, ən aşağı sığorta haqqı göstərən şəxsin adına yazılsa belə, həmin tarixçə hesablanacaq. Qeyd edək ki, yeni qaydalar sürücülərin məsuliyyətli davranışını təşviq etməyi və sığorta sistemində daha fərdiləşmiş qiymətləndirmə mexanizminin tətbiqini nəzərdə tutur. Nərmin Məmmədhəsənli, Ruzanna Kərimli, Cabbar Qaryağdıoğlu, Samir Qasımov, Xəzər xəbər.